Bizimle birlikte nikah hazırlıq part 3. Artıq burada axşamdan bütün sənədlərimi hazır edirəm. Səhərin açılmanın həyəcanla gözləyirəm. Səhər açılır, Rəsul görürəm və bu bizim səhər enerjimiz. Bizim seçdiyimiz tarix yəqin hər kəs üçün bəllidir. Biz 06.06.2026-nı seçdik. Burada gəlirik Saadət Sarayına, nikahi və hissəsinə giriş edirik. Biz düşünmədik ki, bu qədər növbə olacaq. Sonra o qədər Sence sabah gelir. yoruyor. Peşinden gelir. Onu da bildirim ki, biz səhər tezdən 9-dan Saadət Sarayının qarşısındaydıq və 34-cü adamıydıq. Biz bir həvəslə zal seçimi etməyə gəlmişdik ki, təəssüf ki, biz zal seçə bilmədik. Səbəbini soruşanlar üçün də bildirim ki, sıra o qədər çox idi ki, həmin tarix üçün. Ona görə biz zal seçə bilmədik. Ümumilikdə əsas zalı verdilər bizə. Burada artıq ərizə yazırıq. Sənəd olaraq biz özümüzlə nələr apardıq? Bunları da qeyd edim sizə. Şəxsiyyət vəsiqəmiz, hər ikimizin doğum şəhadətnaməsi, ana və atanın doğum şəhadətnamələri və qanun-aizin cavabları. Hər birinin surəti ilə yaxınlaşırsınız Saadət Sarayına. Digər vloqlarda görüşənədək.